Qaravitonun tutulması əslində bir təsadüf nəticəsində baş verdi. O uzun illər polisdən qaça bilsə də, kiçik bir səhv onu ələ verdi. 1999-cu ilin aprelində Villavicencio şəhərində Qaravito bir azyaşlı uşağı qaçırdıb ona təcavüz etməyə cəhd edərkən yaxınlıqdakı evsiz bir adam və yerli sakinlər tərəfindən saxlanıldı. Polis onu əvvəlcə sadəcə təcavüzə cəhd edən sıravi bir cinayətkar kimi həbs etdi. Onun kimliyi və törətdiyi kütləvi qətllər hələ məlum deyildi. Həbs edildikdən sonra müstəntiqlər onun əşyalarını yoxlayarkən bir çanta tapdılar. Çantanın içində uşaq şəkilləri, uşaqların adları, tarixlər və qətllərin yerini göstərən qeydlər var idi. Qaravito əvvəlcə hər şeyi inkar etsə də, 1999-cu ilin noyabrında detektivlərin təzyiqlərinə dözə bilmədi. O kameralar qarşısında ağlayaraq 140-dan çox uşağı öldürdüyünü etiraf etdi. O qurbanlarının dəqiq yerlərini göstərən xəritələr cızdı və polislər həmin yerlərdə onlarla uşaq sümüyü tapdılar. Qaravito sübut olunmuş hər bir qətl üçün ayrı-ayrılıqda cəzalandırıldı və ümumilikdə 1853 il 9 ay həbs cəzasına məhkum edildi. Lakin o dövrdə Kolumbiya qanunlarına görə bir şəxs həbsxanada maksimum 40 il qala bilərdi. Ömürlük həbs və ölüm cəzası yox idi. Qaravito istintaqla əməkdaşlıq etdiyi, qurbanların yerini göstərdiyi və cinayətlərini etiraf etdiyi üçün qanunvericilikdəki boşluqlardan yararlandı. Onun cəzası faktiki olaraq 22-26 ilə qədər endirildi. O, Kolumbiyanın ən yüksək təhlükəsizlikli həbsxanası olan La Tramacua'da saxlanılırdı. Digər məhbuslar onu öldürmək istədikləri üçün o xüsusi təcrid olunmuş kameralarda qalırdı. Qaravito 2023-cü ildə həbsxanada xərçəng xəstəliyindən öləndə artıq 24 ilini barmaqlıqlar arxasında keçirmişdi. Onun hadisəsi Kolumbiyada uşaqlara qarşı cinayətlər üçün cəzaların sərtləşdirilməsinə, məsələn, uşaq qatillərinə ömürlük həbs verilməsi ilə bağlı müzakirə və s. gətirib çıxardı. Bəs siz nə düşünürsünüz? Bu qədər cinayətlərdən sonra 26 il həbs cəzası alması ədalətli qərar idimi? Fikirlərinizi yorumlarda yazın və bu seriyanın davamı üçün izləməyi unutmayın.